səsləndirilir Ritm eşidilir. və budur, rəqs başlayır. Bəs bütün rəqslərin yaranması, musiqinin tarixi haqqında bilməli olduğumuz bir çox şey var. Ümumiyyətlə, müasir dövrdə rəqslərimiz qorunub saxlanırmı? Düzgün təbliğat aparılırmı? Elə bu haqda öyrənmək üçün bizim mütəxəssisə ehtiyacımız var. Həm də biz bayaq düz rəqs eləmədik məncə. Məncə də əlbəttə bacarmayacağıq. Biz axı rəqsin əsaslarını bilmirik. Bəlkə gəlmişkən həm də öyrənək. Aha, qonağımızı dəvət edib ondan bu barədə söhbət aparsaq, Olar. Günay xanım, gələ bilərsiniz. Xoş gördük sizləri. Xoş gördük. Günay xanım, ümumiyyətlə milli musiqi nədir? Necə formalaşır və bu musiqi, rəqs anlayışı ölkələr, xalqlar arasında necə dəyişir? Milli musiqi bizim tariximizdir, bizim əsasımızdır, bizim özümüzük. Biz özümüzü nə qədər seviriksə, milli adət-ənənələrimizi, musiqimizi, incəsənətimizi o qədər sevməliyik və düzgün təbliğ etməliyik. Belə bir məqam deyir, hər hansı bir ölkənin biz yeməyini tanımaya bilərik və yaxud da dilini eşidib anlamaya bilərik. Ancaq göz yaddaşımızla biz rəqsi görəndə həmən bilirik ki, bu hansı ölkəyə aiddir. Afrika rəqsləri fərqlidir, Slavyan rəqsləri fərqlidir, Gürcü rəqsləri fərqlidir. Mənim üçün Azərbaycan rəqsləri ən gözəlidir. Bəs Azərbaycan rəqsini fərqləndirən nədir? Yəni baxanda necə başa düşəcəm ki, bəli, məhz bu Azərbaycan rəqsidir. Çünki bir çox xalqların rəqsləri də əslində bir-birinə bənzəyir, Qafqaz xalqları rəqsləri. Məsəl üçün, Qafqaz xalq rəqsləri bəli bir-birinə bənzəyir, hətta geyimlərində də bənzər detallar çoxdur. Ancaq Azərbaycan rəqslərində naz, işvə, çox incə tərzdə oynamaq, xanımlıq, incəlik, bunlar hamısı birləşir. Gürcü xalq rəqslərində kobud hərəkətlər var xanımlarında, Osetiya Lezgi xalq rəqslərində onlarda ancaq süzmə hərəkətlərdir, onlarda naz və işvə yoxdur. Bizim fərqimiz bu hərəkətlərdədir. Günay xanım, bilirsiniz, mən sevdiyim rəqs Uzundərədir, Bənövşəninki isə Nəlbəki. Biz əslində bura gəlmişik ki, siz bizə onların əsaslarını öyrədəsiniz. Əlbəttə sevə-sevə. Mənə çox xoş olur ki, Azərbaycan vətəndaşları, indiki gənclər milli rəqslərimizi düzgün öyrənmək istəyirlər və onun tarixi ilə maraqlanırlar. Sevə-sevə öyrədərəm. Onda başlayaq. Başlayaq. Bənövşə xanım, ilk olaraq məlumat olaraq onu demək istəyirəm ki, janrından, növündən asılı olmayaraq hər bir Azərbaycan rəqsini biz mütləq şəkildə incə tərzdə oynayırıq. Yəni bizim əsas işimiz bundan ibarətdir ki, Azərbaycan xanımına yaraşan tərzdə. Əlimizdə tutduğumuz bu bizim milli rəqsimizin atributu nəlbəkilərdir. Nəlbəki rəqsini biz oymaq ilə ifa edirik. Oymaq ilə biz bu rəqsdə küy yaradırıq. Gəlin sizinlə birlikdə əvvəlcə bir takt başlayaq. 1, 2, 3, 4, 1, 2, 3, indi isə 2 taktda. Əla. Bu rəqsi ifa edərkən bizim əllərimizin quruluşu bu vəziyyətdə olacaq. Bu bizim qamətimizi şux saxlamağa kömək eləyir. Əllər açıq tərzdə. Əllər qalxırsa düz, çiyinlərimizə qədər qaldırırıq. Biz əllərimizi bu tərzdə saxlayacağıq rəqs boyu. Gəlin biz bunu 4 sayı böyüyək. 1, 2, 3, 4. 1, 2, 3, 4. Ən çox istifadə edəcəyimiz hərəkət başımızın üzərində olacaq. 1, 2, 3, 4. 2 dəfə başın üzərində əllər dairəvi şəkildə, dairəvi formada olmalıdır. Çiyinlərə düşərkən çiyinlərin üzərində saxlayırıq. 3 və buna mütləq biz diqqət etməliyik ki, bizim dirsək hissəmiz aşağı baxsa biz özümüzü yığılmış hiss edəcəyik. Dirsəklər mütləq açıq şəkildə olur. 1, 2, 3, 4. 1, 2, 3, 4. Digər əl hərəkətimiz, əllərimiz çarpaz vəziyyətdə olacaq. Və bədənimiz əyilir. 1, 2, 3, 4. Digər əsas hərəkətimiz, əllərimizi dairəvi şəkildə bir-bir qabağa aparırıq. 1, 2, 3, 4. 1, 2, 3, 4. Aha, indi biz bu hərəkətlərə, ayaq hərəkətləri artırmaqla yavaş-yavaş rəqsə çevirəcəyik. İlk hərəkətimiz gəlin süzmə hərəkətini öyrənək. Süzmə hərəkətində bədən qamət düzdür, əllər açıq tərzdədir, ayaqlarımız eyni xətt üzərində yana açılır. Burada mütləq biz qamətə fikir verməliyik. Başımız isə əks istiqamətdə baxacaq. 1, 2, 3, 4,
5. Digər ayaq, başımız görsünüz çevir. 1, 2, 3, 4, 5. İndi hərəkəti dəyişirik. Bir dəfə çiynin üzərində olacaq, bir dəfə yuxarıda olacaq. Baxın. 1, 2, 3, 4, 5, 6. Aha, bu süzmə hərəkəti bütün Azərbaycan rəqslərində var, ancaq bu hərəkət yalnız Nəlbəki rəqsindədir. Çünki milli rəqslərdə biz sadəcə əlləri qaldırıb salmırıq. İstəyirsiniz bura qədər olan hissələri musiqi ilə eləyək? Əlləri düz saxlayaq. Əllər 1. Əlləri saxlayaq. Aha, dönmələri hazırlaşaq. Döndük sağ tərəfə. 1, 2, 3, 4. Biraz tempi artırmaq lazım olacaq var. 1, 2, 3, 4, dönmə. 1, 2, 3, 4, 1, 2, 3, 4. Bax. Aha, indi mən sizə dediyim templi hissə budur. Son olaraq hazırda ifa etdiyimiz rəqsdən yaranan bir sual var məndə. Biz hazırda nəlbəki rəqsi üçün nəlbəklərdən və üsküylərdən istifadə edirik. Başqa bizim milli rəqslərimizdə hansı belə əşyalara, predmetlərə ehtiyac duyduğumuz məqamlar var? Azərbaycan rəqslərində qavaldan istifadə olunur, stakanlardan. Məsəl üçün toy rəqsimiz var ki, o da nəlbəki rəqsinin içərisindən çıxmış bir rəqsdir. Toy rəqsində stakanlardan xanımlar istifadə olunur, bulaq başında küzələrdən istifadə olunur, yaylıqlarla rəqslər var. İndi məişətdən gələn bütün bu rəqslər. Nəlbəki rəqsi mən də özümə həmişə maraqlı oldu ki, nəyə görə məhz nəlbəkini istifadə edirik? O da hardan yaranıb? Araşdırmalardan belə məlum olublar ki, belə bir deyimə gəliblər ki, bizim Azərbaycan xanımlarının məsəl üçün qədim dövrlərdə mi deyim, orta əsrlərdə mi və yaxud da indiki dövrümüzə gedən yollarda analar öz qızlarına cehiz hər zaman toplayırlarmış. Gəlin köçəndə mütləq hamısı yığışırmış bir yerə. Müəyyən bir zamandan sonra dincəlmək məqamına çatanda hansısa bir mahnı ifa edirmişlərmiş, kimsə mahnı oxuyurmuş, kimsə oynayırmuş. Cehizlər içərisində nəlbəkilər, üsküylər olub, bununla tempi tutmaq. Mən əminəm ki, hər bir Azərbaycan nənəsi öz nəvəsinə ilk ifa eləyəcəyi, əl çalıb oxuduğu mahnılardan biri nəlbəkidir, qıtqıvıda mahnısıdır. Hər nənə öz nəvəsi üçün bunu ifa eləyib. Elə təsəvvür edin ki, gəlin köçür, hansısa bir yaşlı nənə bunu ifa edir, qızlar da bunları tapıb cehizlərdən bunu tuta-tuta, bunu eləyə-eləyə nəlbəki rəqsi gəlib səhnəyə çıxıb. Deməli, bizim bütün milli rəqslərimiz əslində müəyyən bir motivi, hekayəni əks etdirir özündə. Bəli, bəli. Hər bir Azərbaycanın tarixi olan müəyyən bir rəqslər, tarixdən bizə gələn rəqslərin hamısının bir tarixi var. Günəş, heç düşünmüsən bu cür gözəl rəqslər necə yaranıb? Hə, bəzilərinin yaranma tarixi haqqında məlumatım var, amma daha çox rəqs haqqında öyrənmək istəyirəm. Gəl onda bunu sənətşünasdan öyrənək. Xalq rəqsləri sadəcə musiqi və hərəkətdən ibarətdirmi? Yoxsa onların hər biri öz dövrünün məişətini, inanclarını və insanın həyat dövrlərini əks etdirən bir növ rəqs dilidir? Bu rəqslərdə gizli qalan hansı simvolik mənaları və tarixi kökləri tapa bilərik? Tərəkəmə rəqsi Azərbaycanda yaşayan Oğuz tayfalarının adlarından biri olan tərəkəmələrlə bağlıdır. Məhz tərəkəmə rəqsini elə tərəkəmələr özləri yaratmışdılar. Tərəkəmə bir çox regionlarda, yəni onlar köçəri tayfa olduqları üçün bir çox regionlarda yaşamışlar və həmin regionların da özəllikləri
demək olar ki, bu rəqsdə özünü büruzə verir və demək olar ki, bir ab-hava yaradır, gözəllik yaradır və eyni zamanda zənginlik yaradır. Şən əhval-ruhiyyəli bir rəqsdir. Segah məqamına əsaslanır, 6-8-lik ritmi və ilk qadın solo rəqsidir. Hələ 1936-cı ildə Əlibaba Abdullayev bu rəqsi Azərbaycanın xalq artisti Əminə xanım Dilbazi üçün qurur və ilk dəfə də məhz səhnə geyimləri üçün eskiz hazırlanır. Bu eskizi də Bədürə Əfqanlı hazırlayır. Bir çox bəstəkarlar öz əsərlərində vağzalı intonasiyalarından istifadə etmişlər. Elə birini misal olaraq gətirim. Üzeyir Hacıyevin Arşın Malalan operettasında Asiyanın rəqsi məhz tərəkəmə intonasiyalarına əsaslanır. Yanıram eşq oduna, yetmədi fəryadıma, bu yazıq yarına hərdən bir nəzər sal gözəlim, bu yazıq yarına hərdən bir nəzər sal gözəlim. Vağzalının adı müasir səslənsə də, amma tarixi çox qədimlərə dayanır. Hətta araşdırmaçılarımızın araşdırmalarına istinad eləsək, görərik ki, 16-cı əsrə dayanır bu rəqs və Qarabağın Ağrı adlı rəqs ilk adı olub, sonra atlandırma rəqsi olub. Bu da ondan irəli gəlirdi ki, o vaxtı gəlinlərimizi at belində aparardılar və bu rəqsdə həm bu rəqsin sədaları altında at belində gedən deməli gəlinlərimiz məhz o yüzdən bu rəqsi adlandırırdılar atlandırma rəqsi. Artıq keçən əsrin axırlarında qatar yolu çəkildi və yaxın qatar yolu üzərində olan yaxın rayonlar və qəsəbələrə gedən deməli gəlinlərimizi məhz qatarla aparırdılar və sözsüz ki, qatara minərkən və qatardan enərkən belə bir rəqs çalınırdı və bir müddət keçdikdən sonra elə adı vağzalı olaraq qaldı. Bir çox Novruz rəqsləri mövcuddur. Qodu-qodu, Novruzum, Kosa-kosa, bunlar tamaşa oyunlardır hətta və səməni də bu rəqslərdən biridir. Səməni segahlarına, yəni məqamına əsaslanır. Şən əhval-ruhiyyəli bir musiqidir və burada olunan hərəkətlərin hər birinin də ayrı-ayrılıqda mənası var. Bu rəqs elementlərində, yəni hərəkətlərində səməninin necə səpilməsi, toxumun səpilməsi, onun boya başa çatdırılması, su səpilməsi, onu əldə gəzdirilməsi, əzizlənməsi, yəni bu kimi elementlər səməni rəqsində öz mövcudluğunu tapır. Rəqslərimizin bir çoxu adını rənglərdən götürmüşdür. Bu narıncı rəqsi var, zoğalı rəqsi, o cümlədən innabı rəqsi. İnnabı tünd qırmızı rəng deməkdir. Elə ona görə bu rəqsi ifa edərkən rəqs edən ifaçılarımız da tünd qırmızı rəngdə əlbəsə geyinirlər. Bu əsasən Bakıda yaranmış rəqs nümunəsidir. 1902-ci ildə Tarizən Taqi tərəfindən bu rəqs bərpa olunub və əsasən geniş kütləyə təqdim olunub. Əsasən varlı zərdəgan toylarında ifa olunan rəqsdir. İki qadın əsasən bu rəqsi ifa edir. Bir qadın rəqs edərkən ikinci bir qadını dəvət edir. O da könülsüz kimi gəlir, amma sonda gözəl bir duet rəqs alınır. İnnabı rəqsi həm də mahnı kimi ifa olunur. Keçən əsrin əvvəllərində Dahi Bülbül bayatları İnnabı rəqsinə qoşur və onu mahnı kimi təqdim edir və elə bugün də həmin mahnı dildən dilə düşür. Azərbaycan rəqslərinin tarixi keçmişdən bu günə uzanan nəğmə kimidir. Rəqslərimiz təkcə ritmik hərəkətlər deyil, xalqımızın tarixi, inancları və yaşam tərzinin bədii ifadəsidir. Əsrlər keçsə də bu rəqslər xalqın yaddaşında yaşayır və səhnədə öz əzəli ruhunu qoruyur.
Kübra xanım, sizinlə bizim öyrənəcəyimiz rəqsin adı Azərbaycanın ən tanınmış, ən çox eşidilən rəqslərdən biri Uzundərə rəqsidir. Bu rəqsin adı coğrafi mövqeyimizdən götürülüb. Rəqsin adı Uzundərədir. Nəyə görə belə səslənilir? Çünki qədim zamanlarda bu rəqsi ancaq xanımlar ifa edirmişlər. Gəlini yola salarkən gəlinin qohumları, anası, xalası bu rəqs ilə xanımı yola salırmışlar. O da coğrafi belə bir deyim var ki, həmin istiqamətdə Qarabağ istiqamətində uzun bir dərə varmış. Həmin yoldan keçirmişlər və rəqs həmişə o zonda ifa olunduğu üçün bu rəqsin adı Uzundərə qalıb. Bu xalqdan gələn bir musiqidir. Bunu Üzeyir Hacıbəyev not yazısına alıb və məşhur Arşın Malanda bu rəqsi biz çox eşitmişik. Gəlin biz də o Uzundərədən keçək. Mən hər dərsdə olduğu kimi hər bir Azərbaycan xanımına ilk onun başa salıram ki, rəqsimizdən, musiqimizin aslı olmayaraq biz mütləq hər bir hərəkəti çox incə edəcəyik. İlk biz nəyi öyrənirik? Azərbaycan rəqslərinin xanımların əllərinin duruş qaydası. Bizim əllərimiz bizə hər zaman gülü xatırladacaq. O qədər biz incə eləyəcəyik ki, bu hərəkətləri. Və Azərbaycan rəqsində belə bir məqam var. Bizim bütün rəqslərimiz nəfəslə ifa eləməyə çalışmalıyıq. 4 saya. 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4. Sonra belə bir çox istifadə etdiyimiz hərəkət var. Başımızın üzərində əllər. Baxın, elə bilin ki, gülün gönçəsi kimi bitişir və açılır. Yenə də baxın. 1, 2, 3, 4. İndi Kübra, gəlin biz təsəvvür eləyək ki, biz həmin o Uzundərə deyilən yolda gedirik. Gəlin biz onu gözümüzün qarşısına gətirək. Bu cür gözəl milli paltarda. Bu fatamızdır. Fatamızın qıraqlarından tutaq zəhmət olmasa. Açırıq fatamızı. Bax, belə saxlayın. Qədim dövrlərdə, gəlinlərdə duvaq olub, üzü bağlı olub. İndi biz bunu səhnələşdirmişik, açırıq. Azərbaycan yerişi ilə elə hesab eləyək ki, üzümüzə meh vurur. Biz həmin o Uzundərədə, o yaşıl çəmənliyə doğru gedirik. Gəlin, elə 3, 4, baxın. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. Çatdıq. Kübra, yerə baxmırıq. Əlləri qaldırdıq. O sizə dediyim o dəhliz hərəkətini aşağı. 1, 2, 3, 4. İndi əlləri saxlayın. Bir əl qarşıdadır, bir əl arxadadır. Fırlanma hərəkəti. Bir də arxadakı əli belə yumru tərzdə saxlayın, dairə formada. Fırlanma hərəkəti var. Biz bunu barmaq üzərində eləyəcəyik. 1, 2, 3, 4 ayağın birini açırıq. İndi ən əsas hərəkətdən birini öyrənəcəyik. 1, 2, 3. Bu, bütün Azərbaycan rəqs musiqilərinin hamısında düşür və bu hərəkət istifadə olunur müxtəlif növlərdə. Pəncə üzərində yeriyirəm, ayağımı qoyuram. Pəncə, pəncə. Çatanda dabanımı da yerə qoyuram, ayağımı barmağın ucu istiqamətində yerə qoyuram. 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3. Kübra, indi isə öyrəndiyimiz hərəkətləri gəlin elə həmin musiqi sədaları altında ifa edək. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, stop. Ayağı qoydum. 1, 2, qoydum. İndi əlləri. Əlləri saxlayın belə. Açıq tərzdə saxlayın, açıq. Getdik. 1, 2, baxışlarla 3. İndi bu tərəfə açıq saxlayırıq, əlləri açıq saxlayın. 1, 2, 3. Yenə də. 1, 2, 3. 1, 2, 3. Əlin birini saxlayırıq. Mən bayaq sizə göstərdiyim bu hərəkəti gedirik arxaya.
digər əl. Gəlin qabağa. Aha, dairəvi tərzdə saxlayın. Biraz yaxın. Əl biraz sizə yaxın olmalı, düz qalmalı. Fırlandıq. Aha, çatdıq. İndi bir də ən çox istifadə olunan hərəkətlərdən biri. 1, 2, 3. 1, 2, 3. Yerimizdə bax. 3, 1, 2. İstəsəniz biz bunu belə öyrənək. Ayağı qoyun qabağa. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. Aha. Getdik qabağa. 1, 2, 3, 4. Kübra, səncə niyə əhalımız bu qədər yüksəlib? Əlbəttə rəqs elədik ona görə. Hə, həm də yaz gəlir. Yaz gələndə də insan daha çox rəqs eləmək istəyir və əhvalımız yüksəlir. Bilirsən, magilarımız bununla bağlı süjet hazırlayır. Yaz əhval ruhiyyəsi Aha. haqqında. Nə maraqlı, izləyək. Novruz bayramı ən qədim ənənələrimizdən biri olaraq yalnız təbiətin deyil, insan ruhunun da yenidən dirçəlişini müjdələyir. Qışın soyuq günlərindən çıxan günəşin ilk şüaları ilə birlikdə təbiət sanki öz rənglərini və enerjisini insanlara yenidən bəxş eləyir. Yazın gəlməsi ilə insanlar öz daxili dünyalarında da yenilənməni hiss eləyirlər. Qış aylarında yaranan yorğunluq və mövsümi depressiya halları baharın isti nəfəsi ilə öz yerini pozitiv düşüncələrə buraxır. Hər bir ağacın xışıltısı, çiçəyin ətri və quşun nəğməsi insanlar üçün özünü yenidən kəşf etmə imkanı yaradır. Fiziki baxımdan da yazın təsiri hiss olunur. Günəşin artan işığı bədənimizdə vitamin D sintezini stimullaşdırır və bu enerjimizin yüksəlməsinə, sümük və dəri sağlamlığının güclənməsinə səbəb olur. Bu fiziki canlanma yalnız sağlamlığı artırmır, həm də özünə inamı və ümidi daha da möhkəmləndirir. Bununla yanaşı yazın gəlişi həyatın digər aspektlərində də dəyişikliklər yaradır. İnsanlar daha çox açıq havada vaxt keçirməyə, təbiətlə əlaqə qurmağa başlayır. Sosial fəaliyyətlər artdıqca insan münasibətlərində səmimiyyət və yaxınlıq ön plana çıxır. Novruz bayramı və onun müjdəçisi olan yaz bizə yalnız təbiətin dəyişməsini deyil, həm də insanın daxili dünyasında baş verən canlanmanı göstərir. Azərbaycanın milli rəqsləri sadəcə bir sənət növü deyil, o xalqımızın tarixini, mədəniyyətini və ruhunu özündə əks etdirən bir mirasdır. Belə dostlar, biz rəqs etməkdən və rəqs haqqında danışmaqdan yorulmadıq, amma vaxtımız sona çatır. Şübhəsiz ki, rəqs edərkən çox zövq aldıq, amma alındı mı bilmirik. Bunu rəylərdə siz bildirəcəksiniz. Hələlik isə sağ olun və bayramınız mübarək. Sağ olun.